İki dost olur. Bunların biri ət kombinatında işləyir, o biri boks üzrə məşqçi olur. Bunlar tez-tez rast gəlirlər, bir-birinə hal-əhval tuturlar. Günlərin bir günü bir-birinə rast gələndə bu ət kombinatında işləyən görür ki, bu məşqçi dostu yaman dilxordur. Deyir, nə olur sənə? Həmişə üzün gülürdün, danışırdın, hərəkət edirdin. Deyir, nə olacaq? Bu yaxında Amerikaya yarışa getməli boks üzrə. Ən ağır çəkili boksçum zədə alıb gedə bilmir. Bir medal da çıxdı əlimizdən. Dilxor olmuşam belə. Bir vallahi istəyirsən sənə bir məsləhət verim. Bizim ət kombinatında bir nəfər zırı adam var. Düzdür, boksçu zatdır. Amma bu mallar zatlar gələndə bu diyar bulağın qabağında elə bir yumruğu ilə öküzün alnından vuran kimi öküzün ürəyi gedir. O saat işçilə başlayırlar öküzün dərisini zadını soymağa. Narkoz verən işləyir. Ay sağ ol. Deyir, əgər lazımdırsa, məsləhətsə onu götür apardı özündən. Yaxşı, möhkəm belə zərbəsi var. Deyir, ağıllı fikirdir. Afarım da onsuz da bilirəm bu uduzucu, amma afarım da heç olmasa bir yer niyə əlimizdən çıxsın. Gəlirlər Amerikaya, elə birinci görüşdə bizimki bir zənci ilə, zırı bir zənci ilə, o Mike Tyson kimi bir zənci ilə çıxır ringa, məşqçi qayıdır ki, səni darıxıb eləmə, mən bilirəm, onsuz da bu səni əzişdirəcək. Amma bunu televiziya ilə translasiya eləyirlər. Sən Allah, səndən xahiş edirəm, bir round nə olan şeydir? Bir round gözgünlə də yıxılma yerə. O elə çıxır birinci roundda, əl-qol atır zənci buna, bir, iki, ağzı, burnu qanıyır filan. Birinci raundu bir tər tutarır məşqçi deyir, yaxşıdır, birinci raundu yola vermirsən, sən Allah xahiş edirəm, bir raundda dözdə nə olar? Darıxıb eləmə, billəmə, udmayacaqsan bunu. İkinci raundda yenə zənci bunu əzişdirir, yazının üzü, gözü şişir filan, qanıyır zat. Üçüncü raundu yenə başlayanda, bizimki yenə əl-qol atanda, axırı məşqçi dözmür. Deyir, ala kişi döysən. Ala bir dənə yumruq vur da buna da. Aha. Bizimki ya Allah deyib bu zəncinin alnından bir yumruq vurur, zəncinin ürəyi gedir. Burşun zadını itirir, ringin hakimi başlayır saymağa. 1, 2, 3. Bizimki tutur qolunu deyir, neyini sən? Deyir, saymaq lazım deyir, nə qədər bədəni soymayıb, dərisini soyur.